Məsud Pezeşkiyanla bağlıdır. Görək Məsud Pezeşkiyan bu Qərbin, yəni Amerikanın təzyiqi qarşısında nə deyir, nələr deyir. Buyurun. ما از حق و حقوق علمی و کارشناسی و هسته خودمون به هیچ وجه کوتاه نخواهیم Biz heç vaxt elmi, mütəxəssis və əsas hüquqlarımızdan geri çəkilməyəcəyik. İndi elə bir şey görsəm ki, onlar düşünürlər ki, təhdid və ya məhdudiyyətlə müsəlmanları və İslam ölkələrini elm, şuur və yaradıcılıq kimi fundamental hüquqlardan məhrum edə bilərlər, bu mümkün deyil. Harda elm varsa, orada müsəlmanlar da olmalıdır, harda yaradıcılıq varsa, biz də orada olacağıq və ölkənin problemlərini elm, birlik və ilahi qanunlarla həll edəcəyik. Aydan Zeka, Teba TV. Avev'in sözcüsünün bir açıklaması var. Livit Caroline'dan bir cevap olarak, yani İran'a bir cevap verir. Buyurun onu eşidək. Yine de Aydan Zeka Hanım bunu hazırlayıb. Buyurun. The president made his position very clear on Truth Social last night. In fact, it couldn't be any more clear. Prezident ötən gecə Truth Social platformasında mövqeyini çox aydın şəkildə ifadə etdi. Hətta daha aydın olmaq mümkün değildi. Və mən bir daha təkrarlayıram ki, bu onun mövqeyidir. Xüsusi elçi Vitkov İran rejiminə çox detallı və qəbul edilməz bir təklif göndərib ki, prezident ümid edir ki, onlar bu təklifi qəbul edəcəklər. Əks təqdirdə prezidentin dəfələrlə vurğuladığı kimi onlar ciddi nəticələrlə üzləşəcəklər. Aydan Zeka, Teba TV. Yeni gelen dostları mən də salamlayıram. Dostlar, hoş gördük. Qurban bayramınız mübarək olsun bir daha hamınızın. Və burada gördüğünüz kimi bu xanım, o da yani ciddi nəticələr gözləyir. Əgər biz deyənlər, onlar deyənlər odur ki, nüvə həstə, yəni məsələsi İranın bütövlükdə sıfır enməlidir. Əgər belə olmazsa nəticə görəcəklər. Nəticə də bombardımandır. Tək bombardıman deyil, təbii ki, başqa bunlar üsullara əl atacaqlar. Daxili məsələ və bir çox, yəni böyük bir gərginlik, İrana həddən artıq ciddi bir, necə deyərlər, hücumlar olacaq. İndi bu seçim İranındır. Şu özü nədir? Arada Xameneyin də qəbul edir. Dedikləri mühümdür. Dəyərli dostlar, buyurun görək Xameneyi bu barədə nələr deyir. البته در همین اوقات در همین حین که مشغول این زد و خوردهای Onlar da eyni anda siyasi qarşıdurmalarla məşğul idilər və bu məsələ nəticəsində alimlər öz ölkə daxilində istehsalın 20%-ni həyata keçirdilər. Aydan Zeka, Teba TV. Bu videonun qısa olmasına baxmayın, həddən artıq önəmlidir. Orada Əli Əkbər Salihin də gördünüz, İranın keçmiş, yəni nüvə məsul idi və Xameneyi burada bir mesaj verdi. O zamanlar ki müzakirə gedirdi, bunlar deyirdilər ki, biz müzakirə falan etmirik. Biz nüvə əldə etmək niyyətimiz yoxdur. Bu həm Quran haram buyurub, həm də ki, yəni bizim belə bir niyyətimiz yoxdur. Amma təzyiq budur, bax. O ki təzyiq gəlirsən danışdırır. Xameneyi burada dedi ki, o zaman ki, əlbəttə burada Aydan Zeka bir qədər o tərbiyəli tərcümə etdi, o qismətini eləmədi. Orada deyir ki, o zaman ki o nün, hin, yəni hində nə olar? Biz ona nün də deyirik. Yəni o ki heyvanat saxlanılan yerdə, toyuq, cücə falan. Deyir o zaman ki orada müzakirələr gedirdi və biz deyir zənginləşdirilməni 20%-ə çatdırdıq. Yəni müzakirə edə bunlar zənginləşdirilmiş, qənisaz edilmiş. Bu ki deyir ki Quran haram buyurur və bizim belə bir niyyətimiz yoxdur və 5%-dan da yuxarı zənginləşdirmə uranı atom bombu üçündür. Ayrı heç bir məsələ üçün deyil. Açıq aydın bir şəkildə, yəni Xameneyi etiraf etdi ki, siz orada müzakirəyə başınız qarışmışdı, biz işimizi görürdük. Ona görə də Qərb ölkələri çox yaxşı bilir ki, İran necə ölkədir, nə cür ölkədir. Buyurun, başqa bir video sizlərə təqdim edək. قبل از این حرفا، قبل از این توضیحات، اولین مطلبی که ما در باب هسته‌ای به طرفهای آمریکایی و غیره Əgər bu sözləri və bu tövsiyələri nəzərə alsaq,
nüvə məsələsində Amerikalılara və başqalarına dediyimiz ilk şey budur. Siz kimsiniz ki, İranda nüvə olması və ya olmaması mövzusuna qarışırsınız? Sizə nə dəxli var? Sizin nüvə imkanlarınız və atom bombalarınız var. Dünyanın ən güclü nüvə arsenalına sahibsiniz. Sizə nə? İran xalqının nüvə silahı olub olmaması, nüvə sənayesi olub olmaması onların öz ixtiyarındadır. Bu sizin işiniz deyil. Siz hansı hüquqi mövqedən bu işə qarışırsınız? Bu bizim nüvə məsələsi ilə bağlı mövqeyimizdir. Aydan Zeka, Teba TV. حرف اول آمریکایی ها Dostlar, mən bu videonu yaymadan önce